Salam əziz investorlar. Səninlə Sistem Guru Markets şirkət haqqında ümumi məlumatla başlayaq. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Tədqiq olunan şirkətin hər bir parametrini daha diqqətlə öyrənməyi təklif edirik. İndi şirkətin əsas fundamental göstəricilərini təhlil edək. Broadcom Inc. Ticker AVGA. İcmal 8 aprel 2025-ci il tarixinə cari məlumatlardan istifadə etməklə yaradılmışdır. Təsnifata görə Guru Markets şirkət Broadcom Inc. alt kateqoriyaya aiddir. Comp-set müqayisədə 60 şirkət iştirak edir ki, bu da çox təmsilçidir. Bu videonun nəticələrinə əsasən verilən qərarları görəcəyik. Tədqiq olunan şirkət üçün ümumi nəticə 10 baldan -0,5. Alt kateqoriya üzrə orta nəticə 1,6 baldır. Çox geniş baxsanız, ümumiyyətlə bazar daxilində. Biz görəcəyik, birja üzrə orta hesab cəmi 1,9 baldır. -0,5 xal hesabına Broadcom Inc. Şirkətin səhm qiymətinin dinamikasının müqayisəsi Broadcom Inc. və alt kateqoriyalı paylaşımlar. Son 12 ayda şirkətin səhmlərinin olduğunu görürük. Broadcom Inc. 17%lik dinamika göstərdi. Alt kateqoriyadakı qiymət dəyişikliklərinə qarşı -8,6%. Bu heç nəyi açıq şəkildə göstərmir, lakin bu faktı nəzərə almaq lazımdır. Korporasiyanın bazar kapitallaşması Broadcom Inc. 724,65 milyard dollar dəyərində qiymətləndirilib. 3,227 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə. Broadcom Inc. 22,453% paya malikdir və alt kateqoriyada liderlərdən biridir. Şirkətin balans kapitallaşması 69,58 milyard dollar həcmində qiymətləndirilir. Alt kateqoriyanın balans kapitallaşması isə 724 milyard dollar təşkil edir. Broadcom Inc. payı 9,613% təşkil edir. Birjanın səhmlərini və balans dəyərini müqayisə etdikdə aşağıdakıları görürük. İşğal olunmuş pay Broadcom Inc. alt kateqoriyada bazar dəyəri qiymətləndirildikdə 22,453% təşkil edir. Balans dəyəri 9,613% təşkil edir. Bu, bazar dəyərinin payından 57% azdır. Şirkətin bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi pis, -1 bal. Təhlil edilən təşkilatın borcları 66,91 milyard dollar təşkil edir. Borcun balans dəyərinə nisbəti kapitalın 95%-ni təşkil edir. Şirkətin borc öhdəlikləri üzrə reytinq dözümlü 0 bal. Şirkətin birja dəyərinin mənfəətə nisbəti 72-yə uyğundur. Alt kateqoriya üzrə orta göstərici 35,9-dur və bu, alt kateqoriyadan 50% yüksəkdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin birja dəyərinin onun mənfəətinə qiymətləndirilməsi çox pis, -2 bal. Son 12 ayda mənfəət 10,72 milyon dollar olub. Gələcək 12 ay üçün gələcək mənfəətin 17,399 milyon dollar olacağı gözlənilir. İndikindən 72,7% çoxdur. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə təxmin edilən gələcək mənfəətin qiymətləndirilməsi yaxşı, 1 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 13,3-dür. 4-cü alt kateqoriya üzrə orta göstərici alt kateqoriya üzrə orta göstəricidən 233% yüksəkdir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin bazar qiymətinin gəlir göstəricilərinə qiymətləndirilməsi pis, -1 bal. Son 12 ayda gəlir 54,520 milyon dollar olub.
Gələcək 12 ay üçün gələcək gəlirin 94,180 milyon dollar olacağı gözlənilir. Və bu, indiki vaxtdan 73% çoxdur. Proqnozlaşdırılan gələcək gəlir göstəricilərinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi, yaxşı, 1 bal. Marja 18,5%, alt kateqoriya üzrə orta hesabla 11,1% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 7,4% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə satış gəlirliliyinin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Alt kateqoriyalar üzrə işçilərin sayına görə şirkətin payı 2,857% təşkil edir. Bu, bazar kapitallaşma payından 686% azdır. Və bu fakt şirkətin bazar qiyməti arasındakı uyğunsuzluğu əks etdirir. Broadcom Inc. çox güman ki, yenidən qiymətləndirməyə doğru. Şirkət işçisinə düşən kapitalın məbləği 19,588 min dollardır. Alt kateqoriya üçün isə 2492 min dollardır. Alt kateqoriya üzrə orta göstərici ilə təşkilatın fəaliyyəti arasındakı fərq 686%-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən bazar kapitalının həcminin qiymətləndirilməsi, dözümlü, 0 bal. Bir işçiyə düşən mənfəət 272,2 min dollardır. Alt kateqoriya üçün orta 69,5 min dollar. Və alt kateqoriya orta göstəricisi ilə şirkətin performansı arasındakı fərq 292%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin bir işçiyə düşən mənfəətinin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Şirkətin bir işçiyə düşən gəliri 1,474 min dollardır. Alt kateqoriyaya görə 628 min dollar. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 135%-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən gəlirin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Satışa çıxarılan səhmlər 1,2%, alt kateqoriya orta hesabla 2%-dir. Bu mümkün qısa sıxılma riskinin göstəricisidir. Göstərici RSI 14 şirkət üçün %32 səviyyəsini göstərir. Broadcom Inc. Alt kateqoriyada RSI səviyyəsi 14,29%-dir. Orta hesabla alt kateqoriya qiymətli kağızlar şirkətin səhmləri ilə eyni qiymətləndirilir. Broadcom Inc. Şirkətin səhmlərinin faktiki qiymətləndirilməsi təxminən 154 dollardır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən 249 dollardır. Faktiki təxminlə konsensus təxminləri arasındakı fərq təxminən 61%-dir. Sifarişlər cədvəlinə baxaq, o mövcuddur, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəli məlumat və arayış qiymətləndirmə sistemi tərəfindən müəyyən bir mövsümdə əvvəllər qəbul edilmiş bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və pulsuzdur. Link bağlanmış şərhdə. Şirkətin qiymətli kağızlarının təhlili nəticəsində Broadcom Inc. Məlumat və arayış qiymətləndirmə sistemi Guru Markets qərar qəbul edilib. Sifariş açmayın, çünki bu video baxışdır. Bu videoya baxdığınız və informasiya sistemindən istifadə etdiyiniz üçün tamaşaçılara çox sağ olun. Guru Markets.